Azərbaycan Dillər Universitetində 2016-2017-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və qərəzsizliyin təmin edilməsi məqsədi ilə təhsil ekspertləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və Universitetin İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə mediatur təşkil olundu. İlk öncə qonaqları qəbul edən, universitetin rektor vəzifəsini icra edən professor Əfqan Abdullayev hər kəsi salamladı, ali təhsil ocağında ictimai iştirakçılığın daha da gücləndirilməsi, şəffaflığın artırılması və universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin səmərəli təşkili məqsədi ilə yaradılan İctimai Nəzarət Şurasından bəhs etdi. Şuranın yaranmasının önəmini vurğulayan professor, məhz İctimai Nəzarət Şurasının iştirakı ilə yaranan problemləri həll etməyə çalışacaqlarını dilə gətirdi. Professor həmçinin ali təhsil müəssisəsində aparılan islahatlar və tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də söz açdı. İctimai Nəzarət Şurasının sədri Əli Məmməd Nuriyev çıxışında Şuranın fəaliyyətindən danışdı. Şuranın tədris prosesini izləməsi üçün universitet tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edən sədr, buna görə ali təhsil müəssisəsinin rəhbərliyinə təşəkkür etdi. Təhsil eksperti İctimai Nəzarət Şurasının sədr müavini Nadir İsrafilov da müsahibəsində universitetlərdə yaradılan şuraların təhsilimizin inkişafına böyük töhfə verəcəyinə inandığını ifadə etdi. Bu yaxın 3-5 ildə bu ali məktəblərdə sessiya ərəfəsində və sessiyadan xeyli müddət sonra da bu ayrı-ayrı imtahanlarda rüşvət, korrupsiya və s. çox geniş mətbuat bunu işıqlandırırdı və bu da bizim təhsilə baş ucalığı gətirən cəhət deyildi. Və o da məlumdur ki, nəhayət prezidentin sərəncamı ilə təsdiq olunan ictimai iştirakçılıq haqqında Milli Məclis tərəfindən qanun qəbul olundu və həmin qanuna müvafiq olaraq Təhsil Nazirinin xüsusi əmri oldu. Və çox sevindirici haldır ki, bizim bir sıra universitetlərdə belə bir ictimai nəzarət şuraları yaradılıb. Bu İctimai Nəzarət Şurasının yaradılması hər şeydən əvvəl ona dəlalət eləyir. Ən böyük əhəmiyyəti ondan ibarətdir ki, bu ayrı-ayrı valideynlərdə, ayrı-ayrı tələbələrdə güvən yaradır, özlərinə əminlik yaradır. Onlar bilavasitə şahidi olurlar ki, bu imtahan prosesi ictimai nəzarət altındadır və istənilən vaxtı İctimai Şuranın istənilən üzvünə yanaşıb öz sözünü, fikrini, təklifini verə bilirlər. Daha sonra təhsil ekspertləri və media nümayəndələrinin iştirakı ilə imtahan keçirilən otaqlara baxış təşkil olundu, imtahan prosesi yaxından izləndi. Təhsil ekspertləri imtahanların təşkili, keçirilmə qaydaları ilə yaxından tanış oldular. Qeyd edək ki, Azərbaycan Dillər Universitetində 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq, müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə operativ qərargah fəaliyyət göstərir. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutlar yerləşdirilib. Yaxşı razılaşmışdır. 20-ci tanımızda 4